Sizcə bu iki rəsmi çəkərkən rəssam bizə nəyə çatdırmağa çalışıb? Gəlin birlikdə rəssamın özündən dinləyək. Önemli məsələlərdir. Mən Qazaxıstandan gələndən sonra Qazaxıstana getmişdim səfərə. Baynalıda gördüyüm bir təbiət mənzərəsindən böyle bir kompozisiya fikir yarandı məndə. Bu 4 ağacdır. Bunu bir ailə kimi bir yerə, yəni ki, kompozisiya kimi yerləşdirmək və ictimaiyyətə belə bir təqdimdir. Yəni 4 ağac, bu böyük uşaq və bu kiçik uşaq ana, arxada da ata. Bu əsərdə isə nədən onlar da yüksəliş deməkdir, həm də iştirak olur. Yəni, həyatda enişi də olur, yoxuşu da, kimsə çata bilir o zirvəyə, kimsə yarı yolda qalır. Ona görə onun yuxarı hissəsini işıqlı, aşağı tərəf tünddən işığa doğru edir. Bu fikirlə 2016-cı ilin əsəridir bu yaratmışdım. Bu da 2024-25-ci. Ona görə də bu əsərin adını mən ailə qoymuşam, bu əsərin adını işığa doğru yüksəliş.